Salam, gəlin bu sualların izahına baxaq. 16-cı sualda bizə bərabərliyi verib, x, y soruşur. Tənliklər sistemi daha doğrusu verib. Deyək ki, bunun qalınlığını dəyişək. Çox qalın çıxdı. Çox nazik. Aha, yaxşıdır. X üstəgələk, y üstəgələk, x, y bizə 11 vermişdir. Və biz burada vuruqlara ayıraq. Vuruqlara ayıraq deyəndə, məsələn, 2x üstəgələk x yazacağım. Y üstəgələk 2y yazacağım. X, y üstəgəlinsin. Burada 2-dir. Oxşamaya bilər. 2y üstəgələk x, y yazacağım. Bunu da verib 25. Baxın, indi biz burada nəyə ayırırıq? X üstəgələk y, x, y. Bu hissə 11-dirsə, x üstəgələk 2y üstəgələk x, y. Bunlarla cəmi 25. X, 2y, x, y 14. Baxın, burada da vermişdik x üstəgələk y üstəgələk x, y 11. Düzdürmü? Burada 2y var, burada 1. Yəni bunlar tərəf-tərəfə çıxsaq, y 3 çıxır. Y 3-dürsə, məsələn, gətir elə bu bərabərlikdə yerinə qoyaq. 3 üstəgələk 3x üstəgələk x 11. 4x 8, x-də 2 çıxır. Hasilimiz nə çıxır? 6 çıxır. Oxşardılarsa, əmsal da 2-dirsə, deməli ya 4 olar, ya da 16. Cəm 20. Burada da baxırıq ki, 18-də yalnız müsbət qiymətlərdə mənası var. Əgər bu kəsir mənfi deyil, 7 olsaydı, onda 0-ı da götürərdik. Ancaq 0-ı götürmürük. 2a böyükdür 18, hər tərəfin üzərinə 18, a da 9-dan. Deməli, ən kiçik 10 ola bilər. Bu da bu sualların həlli.